Dünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün də real təhlükədir. Heyvan bazarlarında ərazinin hasara alınmaması, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması və digər hallar müşahidə edilir. Məhz buna görə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu risklər nəzərə alınaraq heyvanların hərəkətinə ölkə daxilimizdə daşınmasına nəzarət gücləndirilib və bu məqsədlə heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Ona görə də bu qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın. Müşahidələrimiz göstərir ki, heyvan bazarlarında antisanitar vəziyyət hökm sürür. Mövcud vəziyyətlə bağlı sahibkara yaxınlaşsaq da, o sualımıza cavab verməkdən imtina etdi. Xanım, mən üzr istəyirəm, mən intervyu verə bilmirəm, sağ olun, bağışlayın valla. Satıcıların sözlərinə görə müvəqqəti məhdudiyyət səbəbindən onlar rayonlardan heyvan gətirmirlər. Qabaq deyilən xəstəlik də hər il olurdu, yəni təsərrüfatda olmayan bir şey deyil, yəni olan bir şeydir. Amma belə bir şey olmamışdı, yəni bir çəkim olmamışdı ki, yəni belə. Bazarlar da bağlanıb, satışa icazə vermirlər, nə vaxt açılacaq, onda da satılacaq heyvanlarımız. Bundan sonra ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək. Onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəlli iri və xırdaboynuzlu heyvanların Respublika ərazisinə keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədi ilə heyvanların ölkəmizə idxalı oktyabrın 25-dən etibarən məhdudlaşdırılır. Lakin heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən kəsim məqsədi ilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.